Nurayna xanım çox gözəl vurğuladınız. Baş prokurorluğun, prokuror əməkdaşlarının peşə bayramıdır. 107 illikləridir. Onları peşə bayramı münasibəti ilə hər bir prokuroru təbrik edərək başda baş prokuror cənab general polkovnik Kamran Əliyev olmaqla balaca mən bir qısa arayış verim ki, mən beynəlxalq hüquq eksperti olaraq həqiqətən də prokurorluq yüksək səviyyədə xidmət aparır. Bunu bilməliyik ki, qonşu dövlətlərdə də heç bu cür deyildi. Pandemiya dövrü. Pandemiya dövründə baş prokurorluğun qəbul şöbəsi qapıları açıq idi vətəndaşlara. Davam elədilər. Böyük fəaliyyətlər göstərirdilər. Bəli, onların işləri çox ağırdır. Peşəkar bizim prokuror işçiləri var. Cinayətkarlığa qarşı böyük mübarizə aparırlar. İstintaq işləri oradadır. Bugün bizim həqiqətən də yeni, gözəl, peşəkar prokuror işçilərimiz var, müstəntiqlərimiz var. Gənclər özdə, gənclər arasında çox. Gənclərdir, özdə böyük islahat işləri aparılıb prokurorluqda. Bir daha da prokuror işçilərini, peşə bayramını səmimi qəlbdən təbrik edirik. Qoy onlara uğurlar arzulayırıq. Bəli, bugün fəxrlə söyləmək olar ki, Şuşamızda, Qarabağımızda prokurorluq açılıb. Prokurorluq şöbələri vardı. Bir daha da onları fəaliyyətlərində uğurlar arzulayırıq. Qoy bizim o prokuror işçilərimiz yox, ümumi hüquq mühafizə orqanları, əməkdaşları bizim fəxrimizdir.